Deməli, mən nə eləmişəm? Burada dönər ətləri kimi bir ət var. Mən ona palçıq kimi ifadəsini işlədirəm. Bilmirəm, siz nə deyirsiniz? Xırt-xırt olmadı. Mən bunu bir vaxt məşhur olan bir paçka duzu tökürdülər, üzərinə toyuğu batırırdı. Mən toyuğu heç buzun açılmağını gözləmədim. Yəni, az dərəcədə isitmədən qoydum fırına. Yəni, elə bir halda oldu ki, bir dəfə çevirdim üzünü. Sonra hər tərəfi pişmişdi, çevirə bilmədim. Sadəcə içi belə, yəni, oldu deyənə yenidən hər tərəfini sümüklərdən ayırdım, bir şeylər elədim. İndi dönər kimi istifadə eləmək olar da, yəni, dönər əti kimi oldu. Baharatsa çox vurmadım, bir ara bəzi şeylər vurdum. Normalda buna vurulmur, adi duzun üstünə sərilir. Altı da üstü də xırt-xırt olur. Qalın, narın olmayan duz almışdım. Ona, bunlar bir-iki dənə ət var burada, bu heç. Yəni, ilk dəfədir bütöv toyuq alırdım. Onu da bir dəfə eləmişəm o duzla, dediyim kimi bütöv toyuğu da eləmişdim. O ilə normal almışdı, xırt-xırt qəşəng olmuşdu. Bu dəfə bilmirəm, toyuq elə deyildi. Əslində toyuq baha almışam da, yəni. Mən bütün toyuq almıram da, hansısa bir hissələrini alıram. Lazım olanda, nə vaxt nə lazım olsa, bir dəfə sürüşkən ət budlarını alıram, bir dəfə nə bilim. Fileyə hansı ki salat elədiyək, keçən dəfə gavalı qurusu və alma da qatdıq, qoz da qatdıq. Yəni bu şəkildədir. Bütöv bir toyuğu aldım, bir dənə yerini kəsdim, verdim fırına, sonra təmizlədim hər şeyini. Fırın bir mənada rahat, tənbəlmalıdır, nar gibi kızarmış bir şeyler. Yanına heç nə qoymamışdım, kartoşka falan. Bilmem bunu nə şəkildə yiyərəm, sabah dönər düzəldərəm, nə yiyərəm. Axır ki, geç bir saatda bişirdim. Belə, özünüzə yaxşı baxın, hələlik.